Hər vaxtınız xeyir. Bugünkü podkastımızda son dövrlərin ən çox müzakirə olunan iqtisadi mövzularına toxunacaq. Bir tərəfdən inflyasiya və qiymət artımları hələ də insanların gündəmindədir. Marketdə, gündəlik alış-verişdə, müxtəlif xidmət sahələrində bahalaşmanı hiss edirik və təbii olaraq sual yaranır. Qiymətlər niyə artır və bu proses hələ nə qədər davam edə bilər? Digər tərəfdən isə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı. Bu bölgələrdə həyata keçirilən layihələr və kənd təsərrüfatının gələcəyi ilə bağlı mühüm məsələlər var. Bütün bu mövzuları hər zaman olduğu kimi iqtisadçı, alim, professor, Dörd Çağırış Milli Məclisinin deputatı olmuş Rüfət Quliyevlə birlikdə müzakirə edəcəyik. Elə isə başlayaq. Rüfət bəy, salam təkrar, hər vaxtınız xeyir. Biz bugün bundan öncəki mövzularımızın davamını əslində yenidən müzakirə etmiş olacaq. Dünya və ölkə gündəmində inflyasiya və qiymət artımı gözlənilirmi? Davam edəcəkmi bu mərhələ? Gözlənilmir deyəndə ki, nəinki gözlənilir, hətta artıq o proses gedir. Avropada təxminən 40%-ə qədər artıq mən deyəndə bu son ay yarım, 2 ay, yəni bu ki, yaxın şərqdə başlayan müharibədən sonra, onu deyək hələ müharibə də belə deyək də, passiv fazasına keçib aktivdən, amma müharibə gedir. 30-40% orada qiymətlərin artımı olubdur. Artıq Asiya ölkələrində, praktiki hər yerdə. Yəni burada söhbət enerjidən gedir, neft, qaz və kənd təsərrüfatına lazım olan gübrələr o müharibənin nəticəsində onların deməli çatdırılması ilə, nəqliyyatı ilə problemlər var deyənə Amerikanın özündə kifayət qədər deməli inflyasiya prosesləri var. Baxmayaraq ki, cənab Trump çıxışlarında qeyd edir ki, bəs Amerika bu günləri elə güclüdür iqtisadi tərəfdən, heç vaxt belə güclü olmur. Bu bir ayrı mövzudur. Bunu da mən biraz tənqidi iqtisadiyyat tərəfindən. Nəhəng ölkədir, nəhəng insandır. Amma bilirsiniz, biz alim kimi öz fikirlərimizi həmişə çatdırırıq. İnflyasiya prosesi gedəcək. Artıq mən sizə dedim ki, ümumdaxili məhsulun bütün dünyada artıq elə, mən keçən səfərdə proqnozumu verdim. 3,7 idi yanvarda ümumi artım dünya üçün. Sonra hardasa bir mart-aprel ayında artıq dedilər ki, artıq məsələ bilinəndə ki, müharibə, hazırlıq başlayır, gedir. Bunu elədilər 3,2%, yəni yarım faiz aşağı deməli gerilədi. İndi də artıq deməli ekspertlər düşünürlər ki, əgər bu 2,5% artım ilin axırına qədər olsa, bu da bütün dünya iqtisadiyyatı üçün əməlli başlı böyük bir problemdir. Mən düşünürəm ki, əgər gələn ilin qismət Allahdan yanvarında bizim görüşümüzdə o sualı mənə verəndə, mən artıq sizə deyəcəm ki, əgər 2% artım olubdursa 26-cı ildə, biz elə bir şimdi yanvarın 27-ci ilin yanvarında o böyük bir deməli qələbə olacaq dünya iqtisadiyyatı üçün. Keçən səfərdə mən qeyd elədim. İndi deyirəm ki, hələm tam o inflyasiya öz o belə deyək də negativ hallarını o qədər də göstərməyibdir. Hələm ümid var və fikir verin. Bu halda da görün, xüsusi qazanan kampaniyalar var. Hansı ki, qiymətli kağızlarla, əsas da qiymətli kağızlar birja və neft, qaz, belə deyək, birjası ilə, qiymətləri ilə məşğul olunur. Yəni, cənab Trump çıxış eləyir, deyir ki, müharibə dayandırılıb, biz artıq İranla dil tapırıq, danışırıq, neftin qiymətləri sıçrayışlı formada qalxır. Hətta gəlib bir dəfə 119-120 dollara bir barel qalxmışdı. Yox, düşür, üzr istəyirəm, düşür. Amma deyəndə ki, müharibə gedəcək, qalxır qiymətləri. Burada da kifayət qədər o işbazlar var, yaxşı da pul qazanırlar. Düşünürəm orada müəyyən biznesmen mi deyim, nə deyim, maliyyəçi deyim, kifayət qədər burada yaxşı pullar qazanırlar bilərəkdən. Yəni görürsünüz, hər bir böyük nəinki ölkənin
çıxışının özündən də qazanclar əldə eləmək olar. Keçən səfər mən deməli CCP-nin çıxışından sonra nə baş verdi dedim. Bəli, inflyasiya gedir, dayanmayıb. Ümumiyyətlə inflyasiya heç vaxt dayanmır. Ortalama Amerika dollarının özü 1%, 1,5%. Bu günləri artıq biz rahat 2,5% barəsində danışa bilərik. Düşünürəm, əgər bu formada cəryan etsə hadisələr, hardasa 3% illik Amerika dolları inflyasiya olunacaq və buradan bu kürsüdən müraciət edirəm Amerika dollarlarını yığıb və onları boğçada, seyflərdə saxlayanlara ümid olmasınlar ki, Amerika dolları inflyasiya olunmur. Amerika dolları da inflyasiya olur və çalışsınlar, o yatırımları eləsinlər. Elə Azərbaycanın iqtisadiyyatına, belə deyək, biznesinə yatırım eləyən vaxtı, yaxşı vaxtı. Efendim, dollardan danışdınız. Ümumiyyətlə doların qiymətində, əslində verəcəyim sual fərqli idi. Ucuzlaşma olacaqmı? Nə mənada ucuzlaşma deyirsiniz? Dolların qiymətində. Əgər biz söhbət edirik dolların başqa 5 dünyəvi valyutasına nisbətində. Yox, biz manata nisbətdə deyək. Mən bilirsiniz nətərdir? Keçən səfər dedim. Əgər mən proqnozu verə bilərəm təxminən ilin axırına qədər. Mən həmişə çox asta formada çalışıram verəm. Nəyə görə? Əgər mən bilsəm 1 ildən sonra nisbətlər necə olacaq, paritet deyirik biz buna. Onda ən azından bir Nobel mükafatına mənim də bir ümidim olardı. Elə proqnozları vermək çox çətindir. Trump da ümid eləyirdi amma. Söhbət, görürsünüz, əgər o proqnoz verə bilmirsən, mən necə proqnoz verəcəm? Söhbət ondan gedir ki, mən bunu demişəm, deyirəm. Günü bu günləri Azərbaycanda, keçən səfər mən Azərbaycandakı makroiqtisadi rəqəmlər barəsində dedim, kimə maraqlıdır, keçid edib baxarlar, izahını verdim və bir də qayıdıram. Azərbaycanın makroiqtisadi durumu kifayət qədər yaxşıdır. Yəni, bilirsiniz, iqtisadçı alim kimi deyə bilərəm ki, bizdə həmən o faktorlar ki var, dollar, manata təsir eləyən, orada makroiqtisadi faktorlardır. Onların heç biri pozulmayıb ki, hələ ki pozulmayıb. Biraz da bir taxtaya bir dəfə də bıraq ki, pozulmasın. Və biz manatla dolların paritetini ilin axırına qədər inanıram ki, biz bunu belə saxlayacağıq. Heç bir devalvasiyaya deməli fikir yoxdur. Və bizim üçün, yenə deyirəm, bu, bilirsiniz, pariteti bu formada saxlamaq, bu siyasi qərardır. Daha çox siyasi nə mənada, onu da izah edeyim. Sonra bizi tənqid edənlər var, sonra deyirlər ki, mən hansı bir sözü dedim, bəlkə də yaxşı başa düşmədilər. Söhbət ondan gedir ki, insanlar bilməlidir. Hər bir devalvasiyadan sonra inflyasiyanı cılovlamaq çox çətin olur. Biz indi son bir 4-5 ayda cılovlamışıq və artıq proqnoz veririk ki, hətta 27-ci ilə biz də yox, dünyəvi maliyyə qurumları bunları qeyd edib, Avropa bankları, Dünya Bankı qeyd edibdir ki, həm gələn il bu illəri söhbət gedir hardasa 5,5-6% təxminən. Təbii ki, yenə deyirəm, bu nominal inflyasiyadır. Realla nominalın arasında ən azı 1,5-2% fərq var. Real inflyasiya çox olur. Bu istehlak səbətindən asılıdır. Nə qədər çox orada deməli əmtə olsa, nə qədər orada çox başqa bir faktorlar olsa və orada bilinir ki, realla nominal. Amma yenə də bu da normal bir rəqəmdir. Gələnlərsə deyilənə görə bunu biz yox, mən yox, bunu dünyəvi ekspertlər, qurumlar dedi, maliyyə qurumları təsdiq ediblər ki, hardasa hətta 4,5%-ə qədər 27-ci ildə inflyasiya düşə bilər. Qiymət artımını biz daha çox hansı sahədə müşahidə edəcəyik? Hal-hazırda hansı sahədə müşahidə edirik? Keçən səfər də bu sualı verdiniz. İlk öncə bizi ən çox maraqlandıran qida məhsulları və kənd təsərrüfatı məhsullarıdır. Burada müəyyən qədər, gəlin belə danışaq. Siz elə özünüz mənə dediniz, bir təkan verdiniz. Bir 2 həftə bundan öncə
cənab prezidentin yanında müşaviri olmuşdu və bu kənd təsərrüfatı Kənd təsərrüfatı mövzusunu əgər ona daha çox keçiriksə, keçmirik hələ ki. hələ ona ki saxlayaq. keçmirik. Onda ikinci dəfə keçidi mən eləməyim deyənə gəlin burada elə qısa formada deyim. Bilirsiniz, istənilən formada Azərbaycan təbiidir ki və dünyada belə bir ölkə də yoxdur ki, tam özünü hər bir məhsulla təmin eləsin. Yəni olmayıb, ola da bilməz. Əsas məhsullar var. Amerikanı mən nümunə kimi gətirim. Qida məhsulları deməli və kənd təsərrüfatı məhsulları bu birinci bunların dayaq belə deyək də alətidir. Bunlar öz xalqını, öz ölkəsini təmin edirlər. İkinci bu texnologiyalar məsələsi. Yəni bu günə qədər Çin özünü nə formada da göstərsə, onu bilin ki, Çinə texnologiyaların 50%-dən çoxu Amerikadan keçir. Yəni onlar ya patentləyirlər, ya satırlar, ya verirlər. İndi onların öz biznesidir. Üçüncü investisiya məsələləridir. Yəni əgər bu günləri istənilən ölkədə investisiya olmasa, ümumdaxili məhsulun artımı da olmayacaq. Bu bir mənalıdır. İndi azad rəqabət yoxdur heç bir ölkədə, dünyada. İndi azad bazar yoxdur və o imkanlar da yoxdur ki, qabaqları 17-18-ci əsrdə deməli iş görən insanlar birləşib böyük işlər görürdülər. Həmən o investisiyanı da özləri, yəni yatırımı özləri edirdilər. Bir də ən əsas məsələ energetikadır. Enerji məsələsi 4 dənə görürsünüz. Amerikada bu 4 məsələ tam həll olunub. Bizim üçün keçəndə bizə fikir verin. İclas boyu cənab prezident qeyd elədi. Nəyi biz özümüzü təmin edə bilirik, nəyi məcburuq ithal eləməyə. Burada bir mənalı söhbət təbii ki çıxır. İlk öncə hansı məhsullardan. Mən bir başqa məqamlara toxunum qısa formada. Bilirəm, sualınız çoxdur bu günləri. Burada söhbət əgər investisiyalardan gedirsə, biz Qarabağa çox. Eynən, Qarabağ və Şərqi Zəngəzurun energetika ilə əlaqədar mən demək istəyirəm. Azərbaycanda bunu cənab prezident dəfələrlə qeyd edib, mən də qeyd eləmək istəyirəm. Enerji məsələsi ilə əlaqədar Azərbaycan nəinki özünü tam təmin edir. Bu çox vacibdir bizim üçün. Çox. Dünyada deyərdim ki, bəlkə 25 ölkə var ki, özünü tam təmin edə bilir enerji tərəfdən. Elə keçmiş SSR ölkələri, MDB indiki ölkələri götürsək görəcəksiniz. Və biz hətta 75% istehsal olunan enerjinin 75%-ni özümüz istifadə edirik. 25%-ni biz ithal edirik. Hətta yaşıl enerjiyanın ithalına başlamışıq. Eynən, yaşıl enerjinin Qarabağ və Şərqi Zəngəzurdakı potensialı, yəni hal-hazırda müzakirə olunan məsələlərdən biri idi. Biz bir mövzunu qoyduq, o birisi mövzuya keçdik. Qarabağ və Şərqi Zəngəzura keçdik deyə deyirəm. Bunun o potensialına bağlı indi hal-hazırda real vəziyyət necədir? Yaşıl enerjidən söhbət Bəli, söhbət yaşıl enerjidən gəlir. Maraqlı odur ki, mən deməli hər iki bu dövlət qurumları ilə, yəni Azenerji və Azərişıq qurumların rəhbərləri ilə münasibətim var və mən həqiqətən bu sualı vermişəm, cavabı da almışam və cavabı da elədir ki, məni həqiqətən heyran qoydu. Təsəvvür eləyin, bu biz axırıncı görüşdə Azərişığın sədri Vüqar müəllimlə görüşdə bu sual verdim, 2 sual vermişdim, biri də bu idi. Təsəvvür eləyin ki, orada yaşıl enerjinin elə 40% Qarabağın özünə, Zəngəzura bəsdir. 60% artıq ötürülə bilər Azərbaycanın bu hissələrinə və yaxud da ixrac oluna bilər. Bəli, ikincisi məni maraqlı olan bir məsələ oldu. Mən bunu bir neçə yerdə qeyd eləmişəm indi. Deməli, təsəvvür eləyin ki, müharibə tam qurtarmayıbdı və deməli, cənab prezident tapşırıq verdi ki, azad olunmuş ərazilərə tam işıq təminatı, enerji təminatı, işıq biz biraz loru dilindədir, enerji təminatı. Tender, beynəlxalq tenderdir, bir neçə nəhəng kampaniya, Yaponiya, Cənubi Koreya, Çin, Amerika gəldilər. Bunlar dedilər ki, 6 aydan çox orada iş var. Biz onu 6 aya və filan qədər pul tələb olunacaq.
Azərişığın və yəni mən bunu fəxrlə deyirəm də, bizim Azərbaycan Dövlət Qurumu həmən işi 2 dəfə ucuz və 37 gün elədi. Hələ müharibə qurtarmayıbdı. Gözümlə kadrlara baxıram, səs gəlir topun. İndi görün də, əgər kimsə deyir ki, Azərbaycanda elə qurumlar aynen belədir, zəifdir, işləyə bilmirlər, vallahi billahi heç Yapon şirkətlərindən də dalga demirəm, bütün sahələrdə. Amma elə sahə var, gərək biz bunu açıq-saçıq deməliyik, biz bununla fəxr eləməliyik. Ona görə mən demək istəyirəm ki, həqiqətən çox güclü bir faktordur. Və bu cənab prezidentin siyasətinin nəticəsindədir. Mənə elə gəlir ki, o zonanı ümumiyyətlə o istəyir bir cənnətə çevirsin. Kənd təsərrüfatı baxımından potensialını necə dəyərləndirərsiniz? Oranın ümumiyyətlə Qarabağ, Zəngəzur və yoxdur Azərbaycanın. Qarabağ və Şərqi Zəngəzuru hal-hazırda. Mən bir rəqəm sizə deyəcəm. İndi yox, hardasa bir, bəli, bu günləri biz oradan... Hazırda hansı işlər gedir? Daha çox hansı sahəyə yatırım edilib? Bilirsiniz, burada belə bir məsələ var da, 10 milyard manatlardan pullar yatırılıb və düşünürəm hələ bundan sonra da 10 milyard manatlar da yatırılacaq. Nəyə görə? Ona görə ki, biz hamımız, mən şəxsən orada olmuşam, görmüşəm o torpaqları, Ağdamda olmuşam, orada Ukraynadan gələn deputatlarla getmişik, daşı daş üstə qoymamışlar, ekotsit, ağacları yandırıblar, bunlar hamısı bərpa olunmalıdır. Bunlar hamısı infrastruktur layihələri indi qutarır. İndi qutarır. Xüsusilə mina məsələsi. Minadan danışmıyor. Mən sizə deyim də, cənab prezident keçən illəri, səhv eləmirəmsə, Türkmənistanda çıxış eləyəndə dedi, əgər orta templərlə geçsək, dedi bizə 25 il və 30 milyard dollar pul lazımdır. Ermənilər o minaları elə səpəliyiblər ora. Elə səpəliyiblər. İndi də hamısını da gizlədirlər, ya öz yadlarından çıxıb və yaxud da. Nəysə, erməniləri biz bu günləri kəskin formada tənqid eləməyəcəyik. Ona görə ki, biz normal münasibətlərə gedirik, amma fakt faktından qalır. Deməli, bu da kifayət qədər vəs. İndiyə nə qədər insanlar orada minadan həlak olan var və yaxud da ziyan çəkən var. Oradakı kənd təsərrüfatının inkişafı, bu günləri mən bilirəm, səhv eləmirəmsə, minlərlə hektarlar artıq hazırdır ki, kənd təsərrüfatı məhsul. Amma bilirsiniz, insanları indi ora köçürmək planlı şəkildə o böyük qayıdış başlayıb. İnsanları ora köçürməkdən qabaq, onlar üçün ev, şərait, İşlə təmin edilməli. İşlə təmin edilməsi, indi kimsə gedəcək, sahibkar olacaq. Axı, fikir verin, dövlətin strateji fikrin nədir? Demir ki, misal üçün, keçmiş köçkünə, keçmiş qaçqına ki, alı bu sənə torpaq verirəm, 10 manatda pul verirəm, sən gəl burada ək. Elə məsələ həll olunmayacaq, bilirsiniz. Ona görə ki, biz 90-cı illərdən gördük nə baş verir, nə verir baş. Ona görə bu günləri dövlət bunu planlı şəkildə eləyir, evlər tikilir, sosial obyektlər təhvil verilir, insanlar köçür, işlə təmin olur. Bəli, bu ola bilər hələ bir 7-8 ildə çəkəcək. Amma 1 milyon adam ora köçürülür. Daha çox hansı sahəyə yatırım edilir hazırda? Orada istənilən sahələr var. İstənilər. Agro barəsində agroparklar var, biri var, birində yaradırlar. 3 aeroport. Bu elə belə deyil. Bilirsiniz, bunlar hamısı gələcəkdə turistik bir Məkkəyə çevriləcək ora. Kənd təsərrüfatı məhsulları, emal, təkrar emal məsələlər, qızıl, gümüş, uran, mərmər, nə istəyirsiniz var orada? Bunlar hamısı Azərbaycanın. Daha çox hansı ölkələrin biz orada investisiya etdiyini görürük. Türkiyə var idi, Azərbaycanla yanaşı. Azərbaycan bu işini yaxşı bilir. Bilirsiniz nətərdir? Biz dost, qardaş ölkədir. Türkiyədir, Pakistandır, başqa ölkələrdir. Çox sağ olsunlar. Özbəkistan orada, bəli, Macaristan da kifayət qədər pul ayırıbdır, nəsə tikmək istəyir. Planlı şəkildə. Planlı. O plansızlıq məsələləri 90-cı illərin axırı zat, onlar hamısı qoyuldu qırağa. O vaxtı Azərbaycana bir lokomotiv lazım idi. İqtisadiyyatı nəyin bahasına olursa olsun qabağa çəkməyə. Bu günləri kifayət qədər şərait var, planlı şəkildə. Bilirsiniz, 5-10 ildən sonra heç kimin... Elə o sual verəcəkdim ki, töhfəsi nə vaxt görüləcək? Töhfəsi ən azı 5 ildən sonra. 3, 5, bəlkə də 7 il.
Nəhəng vəsait lazımdır. Özü yeni texnologiya ilə. Yeni texnologiya ilə. Rüfət müəllim, bəs ümumi ölkə üzrə götürsək biz kənd təsərrüfatı məhsullarından söhbət gedir. Yetərli qədər daxildə, yəni təmin edə bilirikmi kənd təsərrüfatı məhsullarından? Siz qayıtdınız həmən söhbətə, çox sağ olun, məni də yadıma saldınız. Dediyim kimi, dünyada belə ölkə yoxdur ki, tam özünü təmin eləsin. Heç Amerika özü də tam təmin eləmir. Bəli, o mən dediyim səbətin bəlkə də bir 70-80%, 90%-dən biz 90 da olmaz, az olar. Biz mənim fikrimcə hardasa bir 80%-ə qədər kənd təsərrüfatı və qida məhsulları ilə 80%-ə qədər özümüzü təmin edə bilərik. Amma burada bundan başqa edə bilərik, amma hal-hazırda etmirik. Hal-hazırda inanmıram ki, yarısından biraz çoxdur. Cənab prezident dedi. Rəqəmləri də dedi, kimə maraqlıdır, açsınlar, baxsınlar. Bir var ki, mən deyim, bir də var, açıb özləri görəcəklər ki, cənab prezident onu rəqəm hamısını bir-bir deyir. Burada başqa bir problem var. Kənd təsərrüfatına lazım olan preparatlar, gübrələr, sonra o kənd təsərrüfatının özünün müdafiəsi üçün, yəni o şeylər problemli. Bilirsiniz, dünya indi açıqdır deyənə Azərbaycanda elə xəstəliklər var. Amerika kəpənəyi var. Siz bilirsiniz də, Bakıda nə qədər ağaclar quruyur. Hal-hazırda bəli, Gəncədə quruyubdur. Böyük fəlakətdir, bütün dünyada fəlakətdir. Onlar elə bir, o Amerika kəpənəyi deyirlər ona. Ağ kəpənəkdir, ağ kəpənək. Ona oxşardır. O ağacı içindən yiyir. Özdə onu tam qırmaq üçün. Bəs insanlar görmürlər son vaxtlar bağlarda, insanların öz bağlarında falan da nə boydana fəlakətlər olur. Yəni fəlakət deyəndə nəyə nəzərdə tutursunuz? Bəli. Fəlakət deyəndə nəyə nəzərdə? Fəlakət ondan ki, təsəvvür eləyin ki, Gəncədə, səhv o vaxt Gəncənin deputatı çıxış elədi. Bildiyimə görə 70%, 80% orada olan ağaclar parklarda qurumuşdu. Çox bunu axtarırlar kökü. Bunda da belə xəstəliklər var. Bunlar hamısı nə ilə gəlir? Biz birinci ölkə kimi çalışırıq ki, çoxlu xaricdən ağaclar gətirək, bərbəzək olsun, nə bilim, nələr əkildi. Hacı Bala Vəlibin vaxtında elə qəribə ağaclar əkilib. Baobablar. Bəli. Hansı ki, 3 ay qalırdı, sonra gecə ilə quruyurdu, gecə ilə çıxardırlar, təzəsini əkirdilər ki, hiss olunmaz. Ağacında bir 5 min, 10 min, 15 min dolara. Həmin ağacların adaptasiya prosesi var ki, iqlimə uyğunlaşma məsələsi. İllərlə, 10 illərlə adaptasiya olunur və ya ki, seleksiya deyirlər buna. Seleksiyanın nəticəsində çıxarılır. Biz qışda xüsusi onların mühafizə olunduğunu görürdük, qorunduğunu görürdük. Hal-hazırda da əslində. İndi onlarla da bir yerdə bura fitosanitariya nə qədər də baxsa, onu yoxlayıb saxlaya bilmirlər. Yeni burada olmayan xəstəliklər gəlir. Həmən bu xəstəliklərdə biri mən sizə dedim. Yəni əslində biraz mövzudan kənarda, amma yaxşı olmazdımı ki, yəni Azərbaycan, xüsusilə Bakıda həmişəyaşıl ağaclar var və ənənəvi ağaclarımız var. Yəni onların əkilməsi və daha çox artırılması. Mən də onun tərəfdarıyam. Mən indi botanik deyiləm, ona görə. Təbii ki, amma bilirsiniz, biz həmişə ümumiyyətlə bir ara bu dillərə düşmüşdük. Analogu olmayan, dünyada buna bənzər olmayan bu sözlər, təriflər, bunun çoxu həqiqətdir. Onu da deyim sizə. Çoxu həqiqətdir. Amma biz ki onu başladıq, bax, bu məsələdə tətbiq eləməyə. Misal üçün, biz bunu səhiyyədə tətbiq eləyirik. Doğrulmadı amma. Doğrulmadı nəyə görə? Bilirsiniz, elə ağac, mən özümdə onun belə deyirəm, xoşuma gəlir. O ağaclar, güllər, dünyanın 60 ölkəsindən mən də özümlə gələndə almışam, gətirmişəm. İndi uşaqlarım xaricdən gəlir, onlar gətirir. Güllər anlaşılanda, amma ağacların... Yox, ağaclar da xüsusi qablarda gətirirlər, xüsusi şeylə qablaşdırırlar. Söhbət ondan gedir ki, ona gərək nəfəsinlə onu qızdırasan. O da mümkün deyil. Bizdə, misal üçün, kaktuslar var, hansı ki, Azərbaycan, Abşeron iqliminə tam yararıdır. Amma kaktuslar, bununla sən nə də eləsən, bu burada bitməyəcək. Ona görə mən də sizlə razıyam. Əksəriyyəti gərək elə ağaclar olmalıdır, hansı ki, buna dözəcək. Və büdcədən mən sizə deyim ki, milyonlarla pul gedir. Nədir, bu xəstəliklərlə mübarizə getməlidir. Bir mənalı, qulluq olunmalıdır. Amma o əcaib ağacları yaxşı olar gətirirsə, belə yoxdur. Bütün parklara onlara əkmək olmaz. Bilirsiniz?
Bəzi yerlərdə Bakı bulvarında daha çox müşahidə edildi onu. bulvar indi bəlkə də bir Bakı bulvardı, mən razıyam, deyirəm orada lazımdır. Ora elədir ki, Azərbaycanın gözüdür, Bakının gözüdür. Amma daha bunun Nərimanov rayonunda, nə bilim, o bir rayonda, bu rayonda əkirlər. Bilirsiniz, yəni baxmaq lazımdır. Bir ağacın ki qiyməti 10-15 min dollardır azı. Orada elə ağaclar var 50 min dollaradır. Mən sizə deyirəm, ondan bir balaca başım çıxır. Nə də olmasa qiymətdən başım çıxır. Toyları götürün, baxın görün, analogu olmayan 20 dənə müğənni çağırırlar, yarım saata 5-10 min pul verirlər, yarım saat mahnı oxuyur, çıxır gedir. Buna ehtiyacı var mı? Bu qədər pul xərcləmək. Yemək, 14 dənə. Baba, siz mən şeylisiz, adı nədir? Təkrar verirsiniz, mən də danışıram. Bu, sosial məsələlərdə kasıb, varlı, daha varlı insan, burada söhbət bundan gedmir. Bizdə deyirik ki, bizdə bir söz var. Qonşudan Qalma geri. qalmadalar. Hə. Bunu gərək başa düşmək lazımdır. Birinci, mən özüm bu yaxınlarda oğluma toy elədim. Soruşsunlar məndən, mən sizə deyərəm. 150 nəfər adam, çox normal formada, əsas nədir? Cavanlar gəldi, nə bilim, musiqi, şənlənmə, yox, 14 dənə xalodun olmalıdır salatlar, 17 dənə qaryaç olmalıdır, isti yeməklər. Hansı ki, belə üst-üstə yığılır. Soramda mən sizə deyim ha, 70-75% o lüks yerlərdən gedir biraz aşağı, oradan da biraz aşağı. Yəni insanlar fikirləşməsin ki, onu kimsə o yeməkləri atır. Sonda da bizdə elə deməli yerlər var. Təkrar yoxdur, indi elə yox. Yəni bəli, istehlak mal, gəlin belə danışaq. Bu keçmin bu mövzuya, bu da çox belə. İnsanlardan Bizdə toydu, bir də yazdı. Hə, o yasları yığışdırdıq. Müəyyən qədər. Yox, kifayət qədər. Lənkəranda da indi fitva verildi, artıq orada qoymurlar. Artıq əski hərəkətlər olmur. Bu yas nədir? Yasa gedirsən, banan verirlər. Nə, mən görmüşəm, Lənkəranda gözümlə görmüşəm, burada görmüşəm. Meyvə çeşidləri 12 cürə şokolad konfeti, 16 cürə karamel. Abala, bu nədir? Bir dənə üzr istəyirəm, az qalıbdı, kabab da versinlər, onunla da məsələ bitər. Day spirtli içkidən söhbət getmir. Bunlar hamısı yığışdırılmalıdır. Ona görə demirəm ki, bilirsiniz, yasdır, toydu, bunlardan heç kim qaça bilmir. Bu xeyir işdir və bu mərasimlər. Heç kim qaça bilməz. İnsanlar gərək bəs-bəsə qutarmalıdır. Bilirsiniz, normal formada həyatını qurmalısan. Gücün nəyə çatır, onu eləməlisən. Mən belə başa düşürəm. Özü mən bunu, bax görürsünüz, gözümün içinə baxırsınız, mən sizə deyirəm və bütün bizə baxanlara deyirəm. Nədənsə şübhələnirlərsə öyrənsinlər. Mən necə keçirmişəm həmən mərasimləri. Necə keçirmişəm, hamıya təsdiq eləmişəm. Normal formada. Nə kasıb, nə çox varlı, nə varlı. Normal formada keçirmişəm. Ona görə də insanlar bilirsiniz, toya yedirlər ya yas eləyirlər deyək ki. Əslində orada da qənaət eləmirik. Yəni qənaət İndi yavaş-yavaş başlayıb. Bax toylarda da başlayıbdı. İndi bu yazıq yaxşı, yadıma düşdü. Adını çəkməyəcəm. Bir varlı adamın toyunu Dubayda keçirdilər. Razi müəllimin. Yox, xahiş edirəm, adlar çəkməyəcək. Razi müəllim mənim yaxın dostumdur. Qardaşının özü. Bu Razi müəllimin buna nə dəxli var? Razi müəllim çox gözəl bir insandır. Yaxşı, böyük bir partiyanın, düzdür, müxalifət də olsa, amma belə, yəni dövlətin qərarlarını belə deyək, yeri yanında tənqid edilir, hamısından da pis edir. Amma bunun ona nə dəxli var? Bunun qardaşı biznesmendir, mən tanıyıram. Rusiyada böyük bir biznesi var. Yaxşı, burada eləmədi toyu ki, tənqid eləməsinlər. Dalca deyirlər, bizdə deyirlər, zurna salmasınlar. Amma burada daha baha maliyyə baxımdan daha yüksək qiymətə başa gələn toylar var idi. Düzdür, biz o toyun müəyyən qədər beynəlxalq məsələlərdən keçdik. İstəyirsiniz bu mövzuda mən saatlarla danışaram. Bugün biraz mövzumuz kənara çıxdıq, amma olsun. Söhbət ondan gedir ki, bilirsiniz, mənim sözüm, bu cəmiyyətdə statusunu hörmətli adamlar var. Birinci bu addımları bunlar atmalıdırlar. Birinci bunlar göstərməlidirlər ki, necə insanlar hansı addımları atsın. Və bu addımların, belə deyək də, sırasında ən çox təsir edən ad günlərdir, yubileylərdir. Nə bilim, yas yerlərdir, yas mərasimi. Mən sizə deyim ki, indi sönüb bu məsələ.
toylardır. Nə bilim, toyda hökmən qara ikra, qırmızı ikra. Mən öz oğlum üçün də toy eləyəndə gəldim, şeydən soruşdum. O nə deyirlər, toy zalın o yiyəsindən, menecerindən. Məni tanıyırlar da indi şükür Allah. Dedim sən Allah, oradan bunları nəmlə çıxartmaq olar. Ərifət mənim, bunlar paketli. Dedim, onu da bilsən necə. Ən belə ekonom paketini eləyirsən. Ən. Səmimi deyirəm. Yemək də bol, hər şey içindən seç. Hökmən orada olmalıdır filan qədər ikra, qırmızı, qara, nə bilim, ağ balığın kababı filan qədər olmalıdır. Aha. Bunlar hamısı ziyandır. Toyun səhəri, toyun yiyəsi başlayır dizlərini olmağa. Baxır, görür ki, hesab gəlib bu qədər, toyda da yığılıb bu qədər. Üst-üstə gəlmir, cebit kreditlə düz gəlmir. Sonra deyir, gərək. Amma deyir belə, bu mənim oğlumun ya qızımın toyudur, ya bu mənim anamın, atamın yasıdır. Misal üçün deyək, mərasimdir. Mən gərək belə eləyəm ki, heç kim, mən daha səmimi bir şey deyim. Anam 2 il öncə dünyasını dəyişdi. Mən bir dəfə, ölənlərinizə rəhmət, Allah hamının ölənlərini rəhmət eləsin. Mən bir dəfə Heydər məscidində bir dənə 3-7 keçirtdim. Mənə o qədər adam, millət vəkili idim, çoxu mənə zəng vururdu, üzümə deyirdi ki, sən hər həftə keçirməlisən, belədir, statusun adamsan, 40-ını da, heç bir. Hamısı atam, anam gildə, yəni atam evində keçirildi. Qısa 20-30 nəfər adam qapalı formada, qohum ən yaxın. Nəyə lazımdır? Minlərlə. Hələ mən gəlib yasda kamera ilə çəkirlər. Kim gəlir, kim gedir? Abla, nə üçündür bu? Və gəlib orada bir də əgər bu mövzudursa bu günləri, mən sizə deyim. Gəlib yasda saatlarla otururlar. Bala, saatlarla nəyə oturursan? Saatlarla ən yaxın qohumlarda, belə deyək, oturar. Hansı ki, yəni eyni mövzudur, eyni qohum ərab. El qınağı, yəni oturmayanda da siz o günləri gəlin belə, gəlin mən sizə deyim, çox ağıllı. YouTube-da bir cavan oğlan çıxdı. Bu Qurban bayramı ilə kəsilən qurbanlarla misallar gəlir. Çox ağıllıdır. Özümdə qeyd elədim. Aha. Çox ağıllı sözlər dedi. Nə kimi sözlər idi ona? Nə kimi? Misal üçün o dedi ki, heç kim demir ki, qurbanlıq ətindən kabab pişirməyin. Pişirin, amma məqsəd o deyil. Özünüz yeməyin, yeyin. Yardım məqsəd o deyil. Əslində edilməli deyilmi? Bəli. Yardım Elə o da onu dedi. Dedim maksimum. Maksimum. Kimsə deyir ki, nə bilim 7 yerə versən, 8 yerə versən. Mən yenə deyirəm, teolog deyiləm və başım çıxmır bundan. Amma gördüm ki, bizdə maraqlı, dünyəvi fikirləşən, düzgün fikirləşən gənclər var. Mütəxəssislər, istər o sahədə, istər başqa sahələrdə. Zaten mövzunu ümumiləşdirsək, əslində podkastımızın ön hissəsində vurğuladığımız məqamlara, siyasi prosesləri və s. və axır, əslində mövzumuz çox kənara çıxdı. Necə qənaət edək? Bu dediklərinizə əsasən nəzərə alsaq ki, qiymət artımı bundan sonra davam edəcək. İnflyasiya gözləniləndir. Proqnozlarınız ən azından onu deyir və bütün bunları nəzərə alsaq, necə qənaət edək? Necə qənaət etməyi öyrənək? Yəni biz bir çox məqama toxunduq, ağaclara toxunduq, daha sonra toy, yas mərasimlərinə toxunduq. Yəni bütün biz xərcləməyi də sevirik, belə başa düşdüm, amma qənaət etməyi, biz elə bir xalqıq, qurban olum öz xalqıma. Mən öz xalqımı çox istəyirəm. Təbii ki, Azərbaycanlılar hamısı ürəyində də patriotdur və həmişə də belə vətənpərvərdirlər. Mən də eləyəm. Amma bilirsiniz, müəyyən məsələlərdə biz gərək biraz qabağa fikirləşək, gələcəyə fikirləşək. İnflyasiya bizdə bir o qədər artım var, xüsusi məhsullarda artım var. İnflyasiya təsir eləyəcək bizə. Biz bundan, xanım, qaça bilməyəcəyik. Dünyada gedən virusdur. Pandemiya vaxtında nə oldu? Qaça bildik, qaça bilmədik. Heç kim qaça bilmədi. Ona görə buradakı, amma dövlət onu müəyyən qədər çalışır qorumağa.
Yəni o inflyasiyanın qabağını almağa. Buradan bizi izləyənlərə nələri məsləhət görə bilərsiniz və yaxud da ki, ümumi insanlar öz büdcələrini necə qorusunlar, necə qənaət etməyi öyrənsinlər? Xanım, onun dərsini demək üçün o bizdə bir Qısa bir kino var, sırrını. kitabları gəl qidam 40 dənə kitab oxuyasın ki, kəmər düşməsin. Nədir kinonun adı? Azərbaycan qədim bir kinosu var. Deməli, burada söhbət ondan gedir ki, təbiidir ki, hamıya təsir eləyəcək. İndi super varlı insanlar 3-4 maşın almayacaq, bahalı maşınlardan alacaq 2 dəfə az. Onlara biraz təsir. Restoran xərcləri, bunları nəzarət eləmək lazımdır. Yəni biz özümüz xoşlayanıq bunu. Elə biri mən özüm, bərbəzək falan, biz xoşlayırıq bunu. Bu normal bir haldır. Yenə deyim. Amma nəzarəti itirməmək. Hər şeydə. Bilirsiniz, o krediti gedib götürəndə insanların indi gözü bizə baxanların hamısının gözü işıllandı. Krediti götürəndə pulu, hamısı xoşbaxt olur. Heç kim fikirləşmir ki, bu krediti sonra qaytarmaq lazımdır faizi ilə. Aslı olmaq lazımdır. Maliyyə insanın savadı olmalıdır. Maliyyədən bir balaca anlayış olmalıdır. Aylıq qazancını nəzərə almalıdır. Söhbət bundan gedir. Yəni nəyi məsləhət edirsiniz sonda? Mən nəyi məsləhət edə bilərəm? Mən onu məsləhət edə bilərəm ki, bilirsiniz, biz bir çox mövzulara toxunduq. Mən başa düşürəm ki, bəzi insanlar üçün biraz, yəni mənim danışıq tərzimi, emosional, ironiyanı bir çox adamlar qəbul edir. Amma inandırım sizi ki, nə yaxşı bizim bu keçmiş podkastların altında bir arada baxdım. Gördüm ki, tənqidi heç nə yoxdur. Şükür Allah, bir də taxtaya vurum. Yəni mən belə başa düşdüm ki, baxan adamlar üçün maraqlı oldu, baxdılar və fikirlərini yazdılar. Yəni burada söhbət ondan gedir ki, mən insanları kimi istəyirsiniz polemikaya çağırıram. Yəni fikir mübadiləsi deyirlər. Və o demək deyil ki, həqiqət mən dediyimdədir hamısı. Həqiqət nə o tərəfdədir, nə bu tərəfdədir. Həqiqət hardasa ortalardadır. Nə qədər sizə yaxındır, fikrimi başa düşdünüz. Nə qədər mənə yaxındır. Amma həqiqət belədir. Harda olmağınsa bunu gərək diskusiyanın sonunda bilinir. Çox sağ olun Rüfət müəllim. Baxmayaraq ki, bugün əslində podkastımıza başlayanda mövzumuz çox fərqli idi. Biz yayındıq. Siz başladınız mənə sual verməyə, xanım. Hər şeydən siz biraz oldu. Yoldan oldu. çıxartdınız, dediniz ki, keçək bu məsələlərə keçdik. Oldu, çox sağ olun. Amma düşünürəm ki, maraqlı oldu. İnşallah ki, bizi izləyənlərə də maraqlı olar. Sağ olun. Təşəkkürlər bir daha gəldiyiniz üçün. Çox sağ olun. Siz də sağ olun.